Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, məzunlar və əziz şagirdlər. Bir neçə məsələni sizinlə paylaşmaq istəyirəm. Bildiyimiz kimi 24 may qəbul imtahanı yaxınlaşır və belə desək, həyəcan ən üst nöqtədədir. Həyəcanı bir kənara qoymaq lazımdır, həyəcanı bir kənara qoyub çalışmaq lazımdır. Yəni imtahanda yaxşı nəticə əldə etmək lazımdır. Bunun da bir yolu var, çalışmaq, oxumaq və əziyyət çəkmək. Və bunları etdiyimiz sürəcə biz nəticə əldə edəcəyik. İndi burada nə demək istəyirəm mən sizlərə? İmtahanda daha çox nələrdən sual düşə bilər? Təbii ki, biz imtahan mövzularının təqib olaraq, yəni həm müəllimlər, həm abituriyentlər bir çoxumuz bilirik. Yəni düz bəlkə yeni bir cümlə deyil, yeni bir söz deyil bu. Amma yenə də olsa mən də bunu demək istəyirəm. Yəni buna diqqət etmənizi istəyirəm. Bildiyimiz kimi imtahanda, yəni bütün mövzuda sual düşə bilər əlbəttə ki. Dövlət İmtahan Mərkəzi bununla bağlı təbii suallar paylaşır, mövzu daha doğrusu paylaşır. Mövzuda nələrin düşəcəyini artıq biz qabaqsını bilirik. Və bu demək olar ki, bütün dərslikləri əhatə edir və biz sadəcə daha çox hansı mövzularda imtahan sualları daha çox düşə bilər, onu diqqət etməliyik. Məsələn, başlayaq saymağa. Azərbaycan xalq cümhuriyyəti ən önəmli mövzudur və bu mövzuya diqqət etmək lazımdır. Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi, bu həm Azərbaycan tarixinə aiddir, həm də ümumi tarixinə aiddir. Mütləq şəkildə ki, burada suallar əlbəttə ki, istifadə olunur. Bu mövzulara diqqət etmək lazımdır. Son növbət gəldiyi mövzumuz iqtidaizmin quruluşudur. İqtidaizmin quruluşundan təbii ki, imtahanın bir sual olsa düşür. Şirvanşahlar dövlətinə diqqət etmək lazımdır. Şirvanşahlar dövlətinə. Ondan sonra deməli Səfəvi dövlətinə diqqət etmək lazımdır. Səfəvi dövlətindən ən azı Səfəvi dövlətindən bağlı suallar paylaşdığım onsuz da Səfəvi dövlətindən 2 sual çox vaxt bəzən olur. Bir sual idarəetmə ilə bağlı olur, bir sual qaz döyüşlərlə bağlı olur. Yəni Səfəvi geniş mövzulardır, geniş bir mövzudur və Səfəvi xüsusi fikir etmək lazımdır. Sonra davam edirik. Mədəniyyət, memarlıqla bağlı əsasən aşağı siniflərin, yuxarı siniflərin diqqət etmək lazımdır. Cənubi Azərbaycan bağlı olan mövzulara diqqət etmək lazımdır. Bununla bağlı dərslər paylaşacağam mən. Cənubi Azərbaycanla bağlı bildiyimiz kimi 5 dənə ən böyük mövzumuz var. Məsələn, bildiyiniz Babillər hərəkatı, Zeynəb Paşa üsyanı, Məşrutə, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəbəli Şəvəri və bir də deməli 29 Bəhmən üsyanına bağlı suallar olur. Təbii ki, Heydər Əliyev, prezidentimiz Heydər Əliyev dövrünə bağlı, İlham Əliyev bu dövrlərlə bağlı suallar təbii ki, düşür. Bu dövrləri diqqət etmək lazımdır və ən önəmlisi 1-ci Qarabağ və 2-ci Qarabağ mövzularına diqqət etmək lazımdır. 1-ci Qarabağ müharibəsində, 2-ci Qarabağda mütləq şəkildə sual olur. Yəni bir sual olsa, oradan sual düşür. Yerdə qalan məsələ mövzular var. Artıq bunları bir hallandırmaq istəmirəm. Böyük mövzular, artıq özünüz bilirsiniz. Məsələn deyək ki, Amerika Birləşmiş Ştatları məsələn deyək ki, Amerika Birləşmiş Ştatları geniş bir mövzudur və oradan yəni sual olmaması qeyri-mümkündür. Bununla bağlı bu mövzulara diqqət edelim deməli. Bu mövzulara xüsusi üstünlük verin və daha çox bunları oxuyun demirəm təbii ki. Sadəcə bu mövzulara diqqət edək. Yəni burada mütləq şəkildə sual olur. Hə, Ağqoyunlu, Qaraqoyun dövləti və yaxud Bizans və yaxud xalq sürüşləri burada sual olmur, əlbəttə ki, olur. Sadəcə məsələn xalq sürüşləri məsələn önəmlidir. Xalq sürüşlərində mütləq şəkildə sual düşür. Yəni bu mövzulara diqqət etmək lazımdır və bu mövzular üzərində təşkil lazımdır. Təbii ki, bütün mövzuları öyrənmək lazımdır və bu saydıqlarıma xüsusi fikir vermək lazımdır. Bununla bağlı bir video paylaşıram. Faydalı olsun. İnşallah dərslərimiz başlayır və ilk dərsimizdə artıq belə deyim ki, artıq böyük ihtimal yəqin ki, Azərbaycan xalq cümhuriyyəti ola bilər və yaxud 1-ci, 2-ci